Salam aleyküm, hardayam? Sultepe C qəsəbəsindəyəm. Sarı binaların yanında, 159-un yolunda. 4 otaqlı bir dənə ev çıxıb, 4 dənə otaq. Bu dənə burada zaldır, şəxsi tikili evdir. Buradan gəldi, bir dənə burada yataq otağıdır. Pəncərəsi öz həyətini görür. Baxın, burada bir yataq otağı. Buradan gəldi, ölçülər yaxşıdır. Qiyməti də normaldır bugünkü gündə çiçəkdə nisbətən. Burada da bir dənə yataq otağıdır. Bütün otaqların radiatoru var. Buradan da gəldi, bir dənə də burada desk otağıdır. Bunun da ölçüsü yaxşıdır. Pəncərəsinin raşotkalarına qədər var. Məsafə gözlənilib. Bütün otaqlarda radiator var. Qazı, suyu, işığı, mərkəzi kanalizasiya, yaşayış üçün hər şey var. Burada da bir dənə mətbəxlidir. Burada da hamam sanuzelidir. Hamam sanuzeli burada da var, həyətdə də var. Həyəti genişdir, əsas odur. Həyətini çıxaq göstərim, sonra da həyətini göstərim, sonra qiymət haqqında da məlumat verim sizə. Burada ayaqqabı dəyişməyə yeri. Ayrıca plaşetka kimi çıxardıb. Buradan gəldi. Həyət bacası genişdir. Baxın, burada ayrıca gücsə, bura nədir bu? Əl damıdır. Kombi otağıdır. Burada ayrıca bisetkalı. Bisetkalı nədir bu? Ayrıca bu həyət bacasına var. Gözəl həyəti var. Həyətində cürbəcür ağaclar, üzüm təngi, evin üstü paket. Yəni şəxsi özünə tikdiyi evdir, təzə tikilidir, bir xeyli əmin tikilisidir. Burada hamam sanuzeli, baxın, burada da var, evin içərisində də var. Bax, buradan da gəldi, burada da qolsu da ayrıca. Yəni evin böyür başına fırlana bilirsən. Yeri yaxşı yerdədir, binaların yanındadır. Yəni əlaqə saxlayın, hər qiymətə əldə evlər var. Yəni bu tərəfinə də burada ayrıca bağlayıb toğucu saxlamaq üçün ayrıca yerində var. Bütün şotçiklərin də qaydasındadır. Baxın, burada ayrıca yerin. Yəni həyət bacası genişdir. Yəni əlaqə saxlayın, hər qiymətə bugünkü gündə əldə evlər var, hər qiymətə. Kim də evini satırsa, əlaqə saxlasın, tez vaxtda yoluna qoyağın. Sağ ol.